Şəkiyə yolu düşən turist üçün bu şəhəri yalnız bir günə tanımaq çətindir. Çünki hər addımında bir tarix, fərqli yaşam tərzi ilə qarşılaşmaq mümkündür. Şəkinin Kiş kəndi isə bütün bunların bir arada yaşandığı məkanlardan biridir. Son illərdə Kişin turizm xəritəsindəki mövqeyi yerli sakinlərin də həyatına təsirsiz ötüşməyib. Qonaqlar üçün evlərini açan kənd sakinləri həm gəlir əldə edir, həm də öz mətbəxini, adətlərini və qonaqpərvərliyini tanıdır. Süjetdə məşhur Kiş kəndinin xarici turistlər üçün cəlbedici tərəflərindən danışacaq. İzləyək. Kiş çayı vadisindən açılan bu mənzərə yerli turistlərlə yanaşı xarici qonaqlara da yaxşı tanışdı. Böyük Qafqazın cənub yamacında yerləşən bu yaşayış məntəqəsi 20-yə yaxın tarixi obanı özündə birləşdirən Kiş kəndidir. Kiş Alban məbədi dünya memarlıq abidələri sırasında ön sıralardan dayanır. Bu abidə tolerantlıq simvolu kimi dünyanın bir çox yerlərindən gələn ziyarətçilər tərəfindən yad olunur. Bu ildə Kiş Alban məbədini 30-a yaxın müxtəlif dövlətdən çox saylı turistlər ziyarət ediblər. Bununla yanaşı Kiş kəndi də turizm sektorunda fərqlənir. Belə ki, bu kənddə əksər insanlar öz evlərində qonaqları qarşılamaqla həm milli mədəniyyətimizi, həm də mətbəximizi təbliğ etmiş olurlar. Biz uşaqlarımızla Ukraynadan gəlmişik. Şəkiyə gəlmişik ki, tarixi məkanlarla yaxından tanış olaq. Həm də milli mədəniyyət nümunələri, eləcə də mətbəxinizdən xəbərdar olaq. Əlbəttə ki, Xan Sarayında olduq. İndi isə Alban məbədi ilə tanış oluruq. Bu xalq olduqca qonaqpərvər və dostcanlıdır. Şəhərinizdəki valehedici bir mənzərəyə və gözəlliyə sahibdir. Очень гостеприимный народ, нам всем очень здесь нравится, горы потрясающие. Kiş Tarix Memarlıq Qoruğunun əməkdaşının sözlərinə görə ötən ay havanın əlverişli keçməsi kəndə gələn turistlərin sayının artmasına səbəb olub. Gördüyünüz məbəd nəinki Azərbaycanda, bütün Qafqazda ən qədim məbədlərdən biri sayılır. Hətta burada ondan da qədim olan bütpərəstlərin məbədi də var, ay məbədi deyilirdi və bu məbəd 1-ci əsrdə məhz ay məbədi üzərində qurulub. Dünyanın müxtəlif ərazilərindən, yəni bura qonaqlar gəlir, yəni Rusiyadan, Macaristandan, hətta bu günlər Yaponiyadan, Pakistandan qonaqlarımız olub. Hazırda mən 4-cü, 5-ci ekskursiyaya çıxıram, yəni turistlər çox boldur. Həmçinin də tarixlə də çox maraqlanırlar. Kiş kəndində turizm yerli sakinlər üçün əsas gəlir mənbələrindən birinə çevrilib. Kəndə gələn turistlərə ailə evlərində qalmaq, yemək və digər xidmətlər təklif olunur. Qiymətlər isə xidmətin növünə və yaradılan şəraitə uyğun olaraq dəyişir. Şəkiyə gələn hər bir qonaq tarixi məkanlarla yanaşı həm də milli mətbəximizlə də yaxından maraqlanır. 2006-dan bu yana məbəd başlayan bərpası qutarandan sonra bura qonaqların sayı həddindən artıq çox oldu. Məbəddə evlərdə qonaqlar çox qaldı. Həm havasına görə, həm təmizliyini, təbiətinə görə, həm də necə deyimsə, yaşıllıq burada çoxdur. Meşəliklər, evlərdə qiymətlər var da, 70-ə də var, 80-ə də, 100-ə də var, evlərə baxır. Gördüyünüz bu kiçik məkanda sırf olaraq Kiş kəndinin təndirdə bişirilmiş ləpəli çörəyi təqdim olunur. Yəni, fərqli cəhətlər odur ki, ləpəli çörəyin bizdə kənd məhsullarından hazırlanır. Yəni, hər şey təbii hazırlanır. Gördüyünüz kimi yaratdığımız məkan da elə qədimi məkandır. Elə hazırlanan yeməklər də ləpəli çörəkdən kənd məhsullarından hazırlandığına görə turistlərin həmişə marağına səbəb olub. Beləliklə, tarixi irsi, təbiəti və qonaqpərvərliyi ilə seçilən Kiş kəndi Şəkiyə gələn turistlərin marşrutunda özünə məxsus yerini qoruyur. Rasim İslamov, Bəxtiyar Atayev, Aysən Ələkbərova, İTV Xəbər, Şəki.